Bəli dostlar, hər zaman söz verdiyim kimi memarlıq abidələrindən biri olan Sarıçino Parkının qarşısından sizləri salamlayıram. Sizə dediyim kimi bugün parkın daxilində gözəl bir ekskursiya aparacağıq. Hal-hazırda parkın daxilindən keçid edirik. Var. Ətrafdan gördüyünüz kimi, qarşıdan gördüyünüz kimi həmin o muzey, sarayın daxilinə hər zaman burada musiqi səslənirilir və gördüyünüz kimi insanlar burada ağaçda vaxtlarını keçirirlər. Bütün ərazisinə çıxmayan kimi körpülər var, hansı ki burada temizliklərdir. Bugün çay, kofe alıb yiyə bilərsiniz. Həmin o körpünün gördüyünüz kimi həsrimiz deyirlər. Gəzdiyimiz Sarıçino Parkının çox qəribə bir yarınma tarifi var. 1775-ci ildə 2-ci Yekaterina bu Sarıçino Parkının ərazini bəyəndikdən sonra qərara alır ki, burada öz yay uzanışlarını tikilsin. Sarayın tikilməsi təxmini 10 il sürəsinə baxmayaraq sarayı bəyənmir. Bazenovu öz vəzifəsindən uzaqlaşdırır, 2 ildən çox yarımçıq qalır, tikilmir. Daxilə qədər gözəldir ki, insanlar burada yeni toy edənlər, fotosesiyalar, çıxışıdırlar burada. Hazır ələyir. Bura həqiqətən çox gözəl mənzərəli bir ərazidir. Aslında birinci səfərdir buradayam və aşağıda qalan körpüdə çox qədimi və tarixi bir körpüdür. Bəli dostlar, hər zaman söz verdiyim kimi bugün də Moskvanın ən göz oxşayan tarixi abidələrindən və eyni zamanda öz gözəlliyindən seçilən memarlıq abidələrindən biri olan Sarıçino Parkının qarşısından sizləri salamlayıram. Və istəyirəm ki, sizləri parkın daxilində mənimlə birlikdə ekskursiya aparım. Əgər siz də hazırsınızsa, o zaman izləmədə qalın və bu möhtəşəm, göz oxşayan gözəlliyi sizinlərlə birlikdə gəzək. Hazırsınızsa, o zaman getdik. Və dostlar, hal-hazırda parkın tam girişindəyik. Sizə dediyim kimi, bugün parkın daxilində gözəl bir ekskursiya aparacağıq, gəzinti olacaq. Çox möhtəşəm bir parkdır. Bura necə gəlmək olar? Ən əsas yollarını sizə demək istəyirəm. Park özü metronun tam yaxınlığında yerləşir. Hansı ki, yaşıl xətt üzrə yerləşən Sarıçino metro stansiyasının çıxan kimi 30-40 metrlik məsafədədir. Yəni, bura gəlməyin ən rahat yolu metro stansiyasından istifadə etməkdir. Və bundan da əlavə bura Moskvanın hər yerindən nəqliyyat vasitələri işləyir, avtobuslar, transportdur və yaxud taksidən gəlmək olar. Öz şəxsi avtomobilləriniz gələ bilərsiniz. Bunun üçün də burada ayrıca avtomobil dayanacaqları nəzərdə tutulur. Parkın daxilinə gedək və bu gözəl, möhtəşəm görüntüləri sizlərlə birlikdə seyr edək. Hal-hazırda parkın daxilindən keçid edirik. Bura bir keçiddir. Çox gözəl qırmızı kərpiclərlə işləndik keçiddir. Təbii ki, burada mühafizə ediyanı bunlar hər dəqiqə yoxlayırlar. Parkın ərazisi belədir. Burada restoranlar var. Ətrafdan gördüyünüz kimi xırda kafelərdir, restoranlardır. Həmin bu boyutlarla burada park ərazisində tura çıxa bilərsiniz. Və mən ən çox istəyirəm burada qarşıda gördüyünüz kimi həmin o muzeyin, sarayın daxilinə doğru gedək. Çünki bəlli bir saatlarda yalnız ora daxil olmaq olar. Bura parkın ərazisidir dostlar.
hal-hazırda parkın ərazisində olan xırda göllərdən biri olan və ətrafında da fəvvarə var. Onun yanından keçib gedəcəm. Çalışacağım bugün parkı bütünlükdə gəzin və sizi də onlarla tanış edin. Və burada belə bir körpü var dostlar. Hansı ki gölün ortasında tikilən fəvvarənin yanına getmək üçün sırf istifadə olunan, nəzərdə tutulan körpüdür. Və həmin bu fəvvarədə axşam daha gözəl olur. Hər zaman burada musiqi səsləndirilir fonda. Və gördüyünüz kimi insanlar burada öz asudə vaxtlarını keçirirlər. Yəni park həqiqətən hər baxımdan əlverişlidir. Burada dostlar, yəni həqiqətən insan söz tapır danışmağa, sadəcə çəkiliş etmək. Və gördüyünüz kimi insanlar da həmin bu körpünün üzərində bu gözəl mənzərəni rent alırlar.
Və parkın ərazisində kiçik beləncə köşklər var, hansı ki burada sendviçlərdir, burger, çay, kofe, yüngül qəlyanatlar da alıb yeyə bilərsiniz. Yəni, parkın daxilində hər bir şərait var. Hər bir şərait. Və orada bir qədimi körpü görürəm. İstəyirəm ora gedək, oranı da çəkim. Və gördüyünüz kimi burada insanlar, hansı ki 2 dənə xanımdır, rəssamdılar və burada parkın ərazisində gölün şəklini çəkirlər və çalışacağım onlara yaxınlaşım və nə çəkdiklərini də həmin o körpünün gördüyünüz kimi təsvirini işləyirlər. Gördüğünüz kimi həmin bu gölün ərazisində belə qayıqlar da var. Bunu prokata götürüb gölün ərazisində rahat bir şəkildə istirahət edə bilərsiniz. Çəkilişlərimizi davam edək və bu qayıqla yenə gəzinti edərik. Ən gözəl mənzərələri çəkərik. Dostlar, hazırda gəzdiyimiz Çaylı Parkının çox qəribə bir yarınma tarixi var. 1775-ci ildə 2-ci Yekaterina Moskvanın cənubunda yerləşən bu Çaylı Parkının bu ərazini bəyəndikdən sonra qərar alır ki, burada öz yay iqamətgahını tikdirsin və bu sarayın tikilməsində imperatrisanın həm istirahət məkanı, həm də əsas məqsəd o zamanlar Rusiyanın Osmanlı üzərində qələbəsinin rəmzi kimi nəzərdə tutulmuşdur. Layihəni memar Vasili Bajenova həvalə etmişdilər. Vasili Bajenov da öz növbəsində qeyri-adi, klassik üslubda böyük bir saray kompleksi layihələndirir. Sarayın tikilməsi təxminən 10 il davam etməsinə baxmayaraq, 2-ci Yekaterina saraya baxdıqdan sonra sarayı bəyənmir və buna əsas olaraq da saray otaqlarının kiçik, tavanlarının ağır, binanın isə qaranlıq olduğunu bildirmişdi. Və bundan sonra 2-ci Yekaterina Bajenovu öz vəzifəsindən uzaqlaşdırır və onun yerinə Bajenovun tələbəsi olan memar Matvey Kazakova bu layihəni həvalə edir.
Matvey Kazakov da əvvəlki layihənin üzərində işləyərək yenidən daha böyük Vahid Saray layihəsi hazırlayır. Və buna baxmayaraq 1796-cı ildə 2-ci Yekaterinanın vəfat etməsindən sonra tikinti tamamilə dayandırılır. Və saray uzun illər, təxminən 200 ilə yaxın və 200 ildən çox yarımçıq qalır, tikilmir. 21-ci əsrin əvvəllərində 2007-ci ildə geniş restavrasiya, bərpa işləri görülən saray muzey kompleksi kimi yenidən istifadəyə verilir. Bugünkü günümüzdə Tsariçino Moskvanın ən gözəl, tarixi və turistik məkanlarından biri hesab olunur. Bir çox tarixçilər Tsariçinonun sarayını 2-ci Yekaterinanın həyata keçməyən arzusu adlandırırlar. Çünki imperatrisa burada heç vaxt yaşaya bilməmiş və burada heç vaxt istirahət edə bilməmişdir. Bu gözəl mənzərənin gözəllikdən istifadə edə bilməmişdir. Buna da səbəb də mənə elə gəlir ki, heç bir şeyi bəyənməməsi olmuşdur. Amma həqiqətən saray burada arxada qalır, tam ağaclığın arxasındadır, gördüyünüz kimi. Biraz sonra ora doğru irəliləyərik. Sadəcə istədim ki, qısa bir informasiya verim sizə. Sarayın, bu arxada görünən sarayın hansı ki o baş hissəsi görsənir və bu parkın ərsəyə gəlməsi haqqında sizə xırda bir məlumat verim. Gördüğünüz kimi dostlar orada golf kar, hansı ki parkın işçisidir, sürür. O golf karlardan bir girişdə sizə məlumat verdiyim kimi pulluq xidmətdir, istifadə edirsiniz və bütün parkın ərazisini sizə gəzdirir, ekskursiya edirsiniz. Park həqiqətən o qədər böyükdür ki, bir gün bəs etmirlər parkı gəzəsən və görürsünüz burada gölün sakinləri, ördəklərdir, güneşlənirlər, sudan çıxıb, belə deyər, zaqar alırlar. Biz elə bilməsə də onlar eləyirlər. Və istəyirəm sizə bunu göstərim. Burada xanım, biraz öncə qarşıdakilən xanım var idi. Bu xanım da rəssamdır. Burada bu yaşıllıqda əyləşib və rəsm çəkir. Yəqin ki, istərəm arxa tərəfdən çəkərəm xanımın çəkdiyi portret. Hansı ki, bu şəkildədir. Göl mənzərəsini çəkir. Yəni, belə deyə, parkın bu hissədən olan mənzərəsini, rəsmini təsvir edir. Həqiqətən insanlar burada istirahət edirlər. Çünki park o qədər əlverişlidir ki, burada hər bir şəxs bura gəlib rahat bir şəkildə istirahət edə bilər. Yaşından və işindən, vəzifəsindən asılı olmayaraq. Bu iki gənc də rəsm portret işləyirlər. Bunlar xanımlardır. Evet, biraz sizə dediyim kimi park sadəcə burada insanlar gəzməyə gəlmirlər.
Parkın daxili o qədər gözəldir ki, insanlar burada yəni yeni toy edənlər, fotosesiyalar edirlər burada. Hal-hazırda bunlar da o qruplardan biridir. Pozdravляю. Bura həqiqətən çox gözəl mənzərəli bir ərazidir. Və burada bu parkın restavrasiyasından sonra burada filmlər çəkilir, kliplər çəkilir, fotosesiyalar. Bu ərazi xüsusən də payız aylarında daha gözəl olur. Və bu sarayın, saray kompleksinin ərazisidir. Mən açıqda birinci səfərdir buradayım və arxada bu qalan körpü də çox qədimi və tarixi bir körpüdür. Yəni insanın ruhu dincəlir, sakitləşir burada. Sizə bir yaxın dediyim kimi bu golfkarlar da ki ekskursiya aparır insanları. Və içəridə məlumat verilir parkın ərazisi və tarix haqqında. Körpü yəqin ki o dövrlərin sarayın daxilinə keçmək üçün bir qoruma qapısı olubdur. Çünki burada nəzərdə tutulan bu buxurda pəncərələr yəqin ki qarşıdan gələn düşmanların zərərsizləşdirmə və sarayı mühafizə etmək məqsədi ilə tikilirdi. Bugünkü günümüzə qədər bu həmin qırmızı kərpiclə tikilən körpü qorunub saxlanılır. Saray kompleksinin tam yaxınlığındayam və yenidən restavrasiya işləri gedir, təmir işləri gedir burada. Yaxınlaşaq, görək, icazə verəcəklər içəri daxil olmağa sarayın, çünki muzeyin içərisinə baxmaq istəyirəm. Ağazdan muzey üçün fəaliyyət göstərir, təbii ki ödənişlidir və həqiqətən çox gözəl görünüşə malikdir. Vahid böyük saray kompleksi.
Gördüyünüz kimi mənə elə gəlir ki, çox təəssüflər olsun ki, muzeyin içərisinə daxil ola bilməyəcəyik. Ona görə ki, remonta bağlıdır. Gördüyünüz kimi. Çünki qapıda heç kim yoxdur. Yəni içəri daxil olmaq şansı olsaydı, hər hansı bir şey olsaydı, təbii ki, orada işçilər isə olardı, insanlar da daxil olardı. Demək ki, yenidən restavrasiya işləri gedir, təmir işləri gedir. Привет, здрасте. Burada da kiçik bir qapı var. Bura daxil olaq görün, bura nədir? Bəlkə də muzey kompleksi buradan da giriş. O da ola bilər. Və gördüyünüz kimi burada turistlər də var. Hansı ki, hər millətdən, hər dövlətdən gəlirlər, bura istirahət edirlər. Bu da sarayın haqqında ümumi məlumatdır, harada yerləşir. Və bura daxil olaq, burada içəridə bir yer var, yəqin ki, muzeyi oraya daşıyıblar. Həmin bu ərazidir. Qədimi üslubda yeni tikilir, belə deyək. Bura parkın, həmin bu Çariçno sarayının arxa hissəsidir. Göründüyü kimi 2005-ci ilin dekabr ayından əsaslı təmir işləri gedir burada. Siyah lövhədə göstərdikləri kimi məlumat tablosunda bildirmişdilər. Parkın bu sarayın hansı ki 2-ci Yekaterina içərisində yaşamaq nəsib olmayan böyük bir sarayın arxa tərəfi. Bu hansı ki sizə bu memarların demişdim, Vasili Bajenov və Matvey Kazakov arxitektorlar. Həmin bu hansı ki Vasili Bajenov ilk öncə ona həvalə olunur və 10 il davam etməsinə baxmayaraq 2-ci Yekaterinanın xoşuna gəlmir, hansı ki bu sarayı və onu vəzifəsindən uzaqlaşdırıb Bajenovun tələbəsi Kazakovu bu işə həvalə edir. O da öz növbəsində tikintini davam etdirir, amma buna baxmayaraq 2-ci Yekaterina xanım dediyimiz kimi bu sarayda yaşaya bilmir, ona nəsib olmur. Və səbiyyət dediyim kimi saray ərazisidə sırf insanlar gəzmirlər. Burada çox gözəl fotosessiyalar edirlər. Bu bəlgənin də buna bir nümunə və bir sübutdur. Zdrayste, привет.